Xanım Fatimənin Allah qatında olan məqam və əzəməti kimdir Fatimə? Kimdir Fatimə? Üsul-u Kafidən bu kitab haqqında bir dənə istəyirəm sizə. Məqamını tanıyaq da siz Zəhranın. Müshəf Fatimə haqqında sizə bir cümlə deyirəm. Əbu Bəsir səhabədir, İmam Sadiqlə görüşür. Deyir ki, bu düzdürmü? Peyğəmbər ömrünün son günlərində Əmirül Mömininə elmin 1000 qapısını açdı. Hər qapıdan da 1000 qapı açdı. Dedi, bəli düzdür. Dedi, bəli düzdür. Dedi, onda belə çıxır ki, Əmirül Mömininə ki, sual verirlər, elə düşünmədən o an cavab verir. Elm sanki onun ovucunun içindədir. Ona görədir. İmam buyurdu ki, bəli, o elm bizdə də var. Dedi, siz də cavab verirsiniz. Yəqin ki, buna görədir. Dedi, bəli. İmam Sadiq buyurdu, amma bu bizim elmimizin zirvəsi deyil ha. Təkcə o deyil bizim elmimiz, ondan bitmir. Zirvə o deyil. İndənəl cami, bizdə cami bir elm var. Deyir, buyurdu ki, həmən o şəxs Əbu Bəsir ki, o cami nədir? Dedi, qiyamətə qədər bütün insanların aqibətindən xəbərdarlıq, məlumatlı olmaq. Cami yəni bu. Yəni gələcəyi bilmək. Allah istədiyinə verər də gələcəkdən. Qeybi bilən odur. Amma istədiyi bəndələr, o bəndələr ki, onlardan razı qalıb onlara verər. Əziz Zəhrunda razıdır da. Allah razı qalanı qeybdən açır. Çətindir məgər Allaha bildirmək. Bu boyda aləmi yaradana çətindir bir nəfərə sirrin açsın. Allah çətindir. Dedi ki, qayıtda bu Bəsir, haza vallah əl-elm. Elm buna deyərlər, and olsun Allaha. Biz bildiyimiz elm deyil ki. Haza vallah əl-elm. Dedi, belə çıxır ki, sizin atavuz Əli də həmən o elmül camidən xəbər verirdi. İmam Sadiq dedi, leysə bizak. O da deyil tam. Ondan da böyük bir şeylərimiz var. Dedi, nədir? Gəldim, çatdım o Üsul-u Kafidə bəs. Dedi, İnnə indənə ləmushəfu Fatimə. Anamız Zəhranın bir müshəf var. O bizdədir. O elmlər oradadır. Zirvə odur. Bu Üsul-u Kafidən belədir. Əziz Zəhranı tanımaq üçün. Görün, hansı məqamdadır xanım Fatimə, salamullah aleyha. Biz belə bir xanımla niyə ünsiyyət qura bilməyək? Niyə? Elm istəyənlər, mərifət istəyənlər, Allaha yaxınlaşmaq istəyənlər. Zəhra bir ünsiyyət qura bilsin. O elmdən müəyyən qədər, tutumu qədəri sənə də mənə nəsib olar. Bu bir dəryadır, dərya. Niyə bu dərya ilə biz qətrələr ünsiyyət qurub, biz də dərya olmayaq? Öz tutumumuz qədəri. Əziz Zəhra belə bir xanımdır. Ona görə deyilir, لِأَنَّ الْخَلْقِ فُتِمَ عَنْ مَعْرِفَتْهَا. Tanımadıq onlar kimdir? Tanımadıq.